Bugün sizə Piaggio MP3 modelinin misalında belə bir maraqlı modelimiz var. Ön təkərlər 2 ədəddir, arxada 1 ədəddir. Bu modelin misalında sizə variator sürətlər qutusuna necə qulluq etmək lazımdır, hansı profilaktik işlər görülmək lazımdır və bu işlərin zərurəti haqqında sizə məlumat verəcəm. Birinci növbədə onu deyim ki, variator sürətlər qutusunda çoxlu deyircəklər var. Bildiyiniz kimi bu sürətlər qutusunun içində arxa əyləc qəlbləri də olur və budur, arxa əyləc qəlbləri. Və bunun tozu əmələ gəlir və bu toz da bu deyircəkləri sıradan çıxardır. Ona görə bu deyircəkləri açıb içini yağlayacağım, təmizləyib içini yağlayacağım. Bir də gördüyünüz kimi bütün hissələrini həmin bu tozdan təmizləyib yerinə taxacağam. Əslində bütün skuterlərdə bu olunmalıdır. Azı 5-10 mindən bir bu olunmalıdır. Nəyə görə? Birincisi bu kəmərin ömrünü uzadır. İkincisi variatorun ömrünü uzadır. Üçüncüsü ki, ən əsas məsələ sizi az xərcə salır. Gördüyünüz kimi bunlar necə tozluydu. Bunların da öz yerləri var, öz yerlərinə oturur və həmin o əyləc qəlblərinin tozundan təmizlənib yerinə qoyulacaq. Bax görürsünüz, deyircəyin içində demək olar ki, yağ yoxdur. Görürsünüz, burada nə vaxtsa yağ olub. Yüksək temperatur olur. O yüksək temperatur o yağı əridir və artıq deyircək yağsız işləyir. Bu nəyə gətirib çıxardacaq? Deyircək bir müddətdən sonra sıradan çıxacaq və hətta variator qayışında, kəmərində cıra bilər. Deyircəklərin yağı haqqında bir neçə məqama toxunmaq istəyirəm. Birinci növbədə görürsünüz, bu SKF firmasının xüsusi yağıdır. Təxminən 170 dərəcə qədər dözümlülüyü var. İkinci bir məsələ, deyircəkləri necə yağlayırıq? Çox yağlamaq olmaz. Deyircəyin yuxarı hissəsindən yağ çox çıxmamalıdır. Çox yağlamaq da ziyandır, az da ziyandır. Bu deyircəkləri siz adi solidol yağı ilə, bildiyimiz litol solidol yağı ilə yağlasanız, uzağı bir günə, 2 günə o yağ buradan əriyib, tökülüb gedəcək. Yüksək temperaturlara dözən yağla yağlasanız, o xeyli müddət, 5-10 min kilometr təxminən öz funksiyasını yerinə yetirəcək. Gördüyünüz kimi 17 min yürüş var. Bütün deyircəklərdə yağ demək olar ki, tamamilə yox olub. Amma yağın qalıqlarını görə bilirsiniz. Ona görə də mütləq bu profilaktik tədbir görülməlidir. Bundan əlavə deyircəklərdən başqa bütün işlək yerləri də yağlayacağıq, yenidən yerinə yığacağıq. Və gördüyünüz kimi bu əyləc qəlblərin mexanizminin içində deyircəkdə daha çox qaralma var. Nəyə görə? Çünki düz əyləc qəlblərindən çıxan toz birbaşa girir bunun içinə. Ona görə də buranı xüsusi vasitə ilə təmizləyib, görürsünüz orada nə qədər qara çirk çıxır. O həmin tozdur. Təmizləyib oranı həmin o xüsusi yüksək temperatura davamlı yağla yağlayacağım. Yəni də dediyim kimi, həmin bu yağı çox lazım deyil. Qədərində istifadə edirsiniz və yağlayırsınız.
Dediyim kimi deyəcəklərdən başqa bu işlək hissələr də yağlansa daha yaxşı olar.